Enver Bey, Sevinç, bir sualımız var. buyur. Ego nedir? Ego, əla. Mikrofonu ver. Ego bizim önəmli əxlaq ölçülərimizdən biridir. Əxlaq dəyərlərindən biridir ki, mən bunu çox bəsit dildə anlatmağa çalışacağam. Egonun 3 səviyyəsi var. Ən yüksək, orta, biz ortaya əxlaqi səviyyə deyirik, bir də ən aşağı səviyyəsi. Bunu mahnı ilə eyni ölçsək, bax hal-hazırda mən mahnının kodunu verirəm, səni eşitmirəm, amma mən danışıram. Sənin eşitmədiyim üçün, sənin dediklərin mənim üçün önəmli deyil. Önəmli olan mənim dediklərimdir. Amma orta həddə qoyanda həm mahnıdan zövq alıram, həm səni dinləyirəm, həm də səninlə danışa bilirəm. Tamamilə aşağı salında mahnının zövq aldığım bir şey yoxdur. Mən səni dinləyirəm, amma danışmağa da qorxuram. Ego ən aşağıda olanda insan cəsarətsiz və qorxaq olur. Orta səviyyədə olanda insan əxlaqlı, cəsarətli, dinləyə bilir, analiz eləyə bilir və qərarlar verə bilir, eyni zamanda danışa bilir. Ego yüksəkdə olanda o egonun yüksəkliyi insanı başqalarını dinləməyə qoymur, ancaq özünün danışmasını istəyir. Bizə indiyə qədər anlatılan ego, egoist, özündən razı kimi dəyərlər olubdur. Ego insanda, hər bir insanda olması lazım olan, amma egonu idarə edə bilən insanlar var, egonun idarə etdiyi insanlar var. Egosunu idarə edən insanlar uğurlu, hörmətli və sayğı duyan, sevgi dolu olur. Egosunun idarə etdiyi insanlar isə bildiyimiz kimi özündən razı və digər insanları dinləməyərək ancaq öz sözünü irəli atan insanlar olur. Mən təşəkkür edirəm.